Bu həqiqətənmi baş vermişdi və siz bundan əminsinizmi? Bəli, Bu mərasimlər zamanı şeytanı, yəni şeytandan bəhs edilirdimi? ona Lusifer deyirdilər. İblis haqqında nə deyirdilər? Yəni Lusifer. İnsanları öldürməyi onu xoşbəxt etdiyini, şeytanı razı salmaq üçün qurbanlar. Ən qorxulusu da o idi ki, ayinlər haradasa heç bilinməyən bir yerdə, məlum olmayan bir evdə keçirilirdi. Ora böyük idi, öndən qalaya bənzəyirdi və uzun bir giriş yolu və böyük 2 qat taxta qapılar var idi. Sizcə onlar, yəni ayin iştirakçıları varlı insanlar idimi? Mən hətta çox varlı deyərdim. Bir dəfə ora bir səfil gətirdilər. Bilirsiniz, onu öldürdülər. Mən onu boğazından mədəsinə qədər kəsildiyini gördüm. Bütün hissələrə böldülər və sonra mən, aman Allah, ondan nifrət edirəm. Mərasimdə bir adamı öldürdülər. Bəli, Düz sizin qarşınızda. bəli, düz hamının gözü qarşısında. Hamımız bunu görürdük. O səfil adam heç müqavimət göstərirdimi? Xeyr, düşünürəm ki, o sərxoş və ya da başqa bir şey idi. Onu içəri gətirəndə çox gülürdü. Sonra isə onu kəsməyə başlayanda qışqırmağa başladı. Amma bir müddət sonra, bilirsiniz, öldü. Əvvəllər bir neçə qətl hadisəsi görmüşdüm və buna öyrəşməmişdim. Bilirsiniz, bu çox qorxulu idi. Həmin an həqiqətən nə düşündüyümü xatırlamıram. Yəqin düşünürdüm ki, Allaha çox şükür ki, bu mən deyildim. Gəlin bunu dəqiqləşdirək. Demək istəyirsiniz ki, o evdə birdən çox insanın öldürüldüyünü görmüsünüz. Bəli, mən orada öldürülmüş bir dəstə yeni doğulmuş körpə uşaqların cəsədini gördüm. Mən orada öldürülmüş bir dəstə yeni doğulmuş körpə uşaqların cəsədini gördüm.